Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə hər birinizi salamlamaqdan məmnunuq. Çox sağ olun ki, bugün bizimlə birlikdəsiz. Xoş gəlmişsiniz. Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuza malikdirlər. Əminəm ki, onlar gənc nəslin vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər. Əziz xanımlar, bayramınız mübarək olsun. İlham Əliyev, Bakı şəhəri, 3 mart 2025-ci il. Dəyərli mərasim iştirakçıları, xanımlar və cənablar, hər birinizi salamlayır. Bütün dünyada qadın hüquqlarını müdafiə etmək məqsədi ilə qeyd edilən, resurs və imkanlardan bərabər yararlanmasını təşviq edən 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edirəm. Təqvimin əlamətdar günlərindən biri kimi 8 mart qadınlarımızın dövlət və cəmiyyət həyatındakı rolunu, ailədəki əvəzsiz zəhmətini və fədakarlığını bir daha vurğulamaq üçün fürsətdir. Biz yaxşı dərk edirik ki, bir xalqın başlıca nailiyyəti onun öz taleyinə sahib çıxması, müstəqil, azad və suveren dövlətə malik olmasıdır. Bu mənada öz suverenliyini bərpa etmiş Azərbaycan dövləti xalqımızın milli sərvətidir. Onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çiçəklənən qüdrətli bir Azərbaycan bəxş etmək bizim hər birimizin əsas vəzifəmizdir. Bu məqsədə nail olmaq üçün ölkə rəhbərliyinin uğurlu dövlət idarəçiliyi, davamlı sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə çevik inteqrasiya, müstəqil xarici siyasət Azərbaycanı regionda lider dövlətə çevirmişdir. Bütün bu nailiyyətlər qadınların fəal iştirakı ilə sözsüz əldə edilir, həmçinin daha güclü və yüksək səriştəli insan kapitalının formalaşdırılmasına böyük töhfə verir. Bu sahədə hər ötən il müsbət tendensiyaların artımı ilə yadda qalır. Azərbaycan qadınlarının parlaq lideri, ölkədə və dünyada hər kəsin hörmət və sevgisini qazanmış birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti dəyərli Mehriban xanım Əliyevanın timsalında hamisi olan qadınlarımız onun açdığı yolla ictimai, siyasi, sosial, mədəni və mənəvi sahədə ölkəmizin inkişafına töhfə verməkdə davam edirlər. O bütün yeni təşəbbüsləri, reallaşdırdığı çoxşaxəli layihələri və şəxsi nümunəsi ilə ailəni cəmiyyətin əsas dayağı, dövlətin özəyi kimi qorumağın əsasən qadınların öhdəsində olmasını vurğulayır və özü də bu prosesin önündə gedir. Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. Müstəqil dövlət quruculuğu yolunda hamımızın üzərinə böyük məsuliyyətli vəzifələr düşür. İnanıram ki, Azərbaycan qadınları qarşıdakı illərdə də qrup yaratmaq həvəsi, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcək və müstəqillik salınmamıza yeni, işıqlı səhifələr yazacaqlar. Əziz xanımlar, sizin hamınızı bir daha 8 mart Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edir. Ailələrinizə, yaxın və doğmalarınıza daim sevinç və xoşbəxtlik, cəmiyyətimizə rifah və sabitlik, ölkəmizə sülh və əmin-amanlıq diləyirəm. Hər zaman güclü, bugünkü kimi gözəl və parlaq olun. Bayram sizə yaraşır. 30 il ərzində müstəqil Azərbaycan dövlətinə xidmət göstərən dövlətimizin inkişafının, tərəqqisinin, yüksəlişinin və əldə etdiyi nailiyyətlərin və qələbələrin hüquqi siyasi əsasını təşkil edən Azərbaycan Konstitusiyası bundan sonra da hər bir Azərbaycan vətəndaşının və təbii ki, qadınlarımızın hüquq və azadlıqlarının təmin olmasının etibarlı dayağı funksiyasını yerinə yetirir. Azərbaycan qadını güclüdür və bundan əlavə həm də zərifdir. Azərbaycan qadını lazım gələndə düşmənə qarşı savaşan bir qəhrəman, çətin anlarda yol göstərən bir ana və fədakarlıq nümunəsi olan bir bacıdır. Mən çox istərdim ki, bütün bu müsbət keyfiyyətlərimizi heç vaxt itirməyək. Arzu edirəm,
ölkəmizdə bütün xanımlarımız təhsil alsınlar, işlərində uğur qazansınlar, hər zaman güclü olsunlar.